Plov mütləq süzülməlidir. Kim deyib bunu? Hamı deyir ki, plov süzülməsə dəndən olmaz. Amma bugün sizə süzmədən də elə dəndən plov göstərəcəm ki, həqiqətən bişirdiyiniz zaman barmaqlarınızı yeyəcəksiniz. Sözün məcazı mənasında deyirəm bunu, təbii ki. İlk öncə kanalıma abunə olun. İndi gəlin keçək hazırlama qaydasını sizə göstərim. Tavaya kərə yağı, duru yağını tökdükdən sonra yuduğumuz 3 stakan düyünü tavaya əlavə edirəm. 10 dəqiqə civarında vanpotda qızardıram. Daha sonra üzərinə duzu və su tökürəm. Bu su mərhələsini 2 dəfə təkrar edirəm. Bişdikdən sonra, suyu çəkildikdən sonra yenə üzərinə su tökürəm və qapağını qoyuram. Hardasa 1 saata hazır olur. Qıraqda doğradığım kənd çolpasını qoyuram, az su tökürəm, bişir. Üzərinə bişdikdən sonra kərə yağı, duz, istiot və sarı kök. Bu yağına dayandıqdan sonra və bunu da qoyuram qırağa. Görürsünüz ki, necə bişib və düyünü tökürəm. Üzərinə bu yağdan əlavə edirəm. Ortaya çıxan nəticə mükəmməl. Yorumlarda fikirlərinizi gözləyirəm. Siz də belə yemək edirsiniz?